Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb. Xəbər verilir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Musim Etibaroğlu futbol oynayarkən qəfil halı pisləşib. Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Ağdam rayonunun Zəqişanlı kəndində bədbəxt hadisə baş verib. Xəbər verilir ki, hadisə zamanı 2001-ci il təvəllüdlü Hikmət Sadiqoğlu Mahmudlu təsərrüfat işləri görərkən ağır xəsarətlər alaraq həyatını itirib. Məlumata görə traktora qoşulmuş torpaq gəzən texnika ehtiyatçılığı nəticəsində işə düşüb və nəticədə gənc ölümcül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.